Şəhid Natiq Orduxanovun Abşeron rayonunda anım günü qeyd olunub. Anım tədbiri çərçivəsində öncə şəhidin anası ilə görüş baş tutub. Daha sonra Mehdiyabad qəsəbəsindəki Şəhidlər Parkına yollanan tədbir nümayəndələri burada şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərin ruhuna dualar oxunub. Tədbirdə Abşeron rayon icra hakimiyyətinin nümayəndələri, məktəbin pedaqoji kollektivi, şagirdlər, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər. Anım tədbiri daha sonra Mehdiyabad qəsəbəsi 5 saylı tam orta məktəbdə davam edib. Tədbirdə məktəbin pedaqoji kollektivi, şagirdlər, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri çıxış ediblər. Çıxış edənlər şəhid Natiq Orduxanovun həyat və döyüş yolundan danışıb, onun vətənə olan sevgisi və qəhrəmanlığından bəhs ediblər. Tədbirdə digər çıxış edənlər isə şəhidlərimizin ruhuna hörmət, onların ailələrinə qayğı göstərmək hər bir vətəndaşın borcu olduğunu diqqətə çatdırıblar. Natiq Orduxanov kimi oğulların xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq və onların qəhrəmanlığı heç zaman unudulmayacaq. Qeyd edək ki, 1992-ci il iyun ayının 21-də Ağdərənin Madagiz kəndi uğrunda gedən döyüşlərdə Natiq xüsusi şücaət göstərib. Natiq həlak olanda subay idi və 19 yaşı təzə tamam olmuşdu. 3 bacısı və 2 qardaşı var. Natiq balamız bizdən çox gənc idi. Eyni zamanda o idmançı olduğuna görə çevik hərəkətlərə malik idi. Ümumiyyətlə, mən deyərdim ki, komandirlər tərəfindən daim diqqətə layiq, hörmətə layiq görülür, tərifnamələrə layiq görülən bir bizim şəhidimiz idi. Allah ona qani rəhmət eləsin. Biz 27 Mehdiyabad uşaqları oradan bir yerdə getmişik döyüşə. İkimizin də ən yaşlı balacası, həm də ən cəsuru bu rəhmətli idi. İdmançı idi, yəni çox çevik, çox vuruşan, vətən yolunda canını fəda edən oğlanlardan biri idi. Natiq şəhid olmamışdan öncə Azərbaycanın idman arenasında, idman sahəsində müxtəlif çəki dərəcələrində sərbəst güləş üzrə nailiyyətləri var idi. Çox cəsur, çox vətənpərvər bir qardaş idi. Natiqlə bərabər bütün Azərbaycan şəhidləri ilə fəxr edirəm. Doğrudan da bugün Natiq Orduxanlının ruhu şaddır. Çünki Azərbaycan tarixində Azərbaycanın Ali Baş Komandanı cənab Prezident İlham Əliyev Qarabağı, Qarabağın ətrafında olan torpaqları geri qaytardı. 20% ərazini geri qaytarmaq doğrudan da Azərbaycan xalqı üçün çox böyük bir hadisə idi. Qeyd edək ki, tədbirdə şəhidin xatirəsinə həsr edilmiş video çarx da nümayiş olunub. Cəmilə Nəsir qızı Kamil Quliyev bugün informasiya proqramı üçün.